Bəli, bugün artıq 36 ildir ki, Azərbaycan xalqı öz şəhidlərinin xatirəsini anır. 20 yanvar sadəcə bir hüzün günü deyil, həm də Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi yazdığı bir tarixdir. Azərbaycan xalqının birlik göstərdiyi bir tarixdir və bu birliyi biz 44 günlük Vətən müharibəsində də gördük. Bu, həmin o birlik idi ki, xalq ordu birliyi sayəsində, məhz bu birlik sayəsində 44 günlük Vətən müharibəsində Azərbaycan tarixi bir qələbə qazandı və nəinki 20 yanvar şəhidlərinin, bütün şəhidlərimizin qisası həmin o döyüş meydanında alındı. Bugün Azərbaycan xalqı regionda və bütün dünyada söz sahibi olan güclü, qüdrətli bir dövlətə çevrilibdir. Və bunu da təbii ki, biz neçə-neçə şəhidlərimizə, qazilərimizə və Ali Baş Komandanımız cənab İlham Əliyevə borcluyuq. Və Şəhidlər Xiyabanında biz münasibət almaq üçün yaxınlaşırıq. Naxçıvan Yazıçılar Birliyinin sədri Asim Yadigar buradadır. Xoş gördük Asim müəllim. Sizin də bir təəssüratlarınızı almaq istəyərdik. Bugün siz qeyd etdiyiniz kimi Azərbaycan xalqının əslində hüzün günü yox, milli birlik, milli qeyrət günüdür. Bugün Azərbaycan xalqı şəhidlərdən sonra öz torpaqlarının azadlığı uğrunda ayağa qalxdı, dövlət müstəqilliyimizi bərpa elədik. 30 il əsarət altında yaşayan torpaqlarımızı şəhidlərimizin gücü vasitəsilə, qazilərimizin gücü vasitəsilə azğın düşmənlərimizdən təmizləyə bildik. Və bu torpaq altında oğullar yatır, hamısı köksündən yaralanıbdır. Belə fikirləşirik ki, köksündən yaralanan bu övladlarımız hamısı Azərbaycana bir qəhrəmanlıq dərsi keçdilər və o qəhrəmanlıq dərsini biz 20-ci ildə Şuşada gördük, Qarabağ torpağında gördük. Üç rəngli bayrağımızı əzəmətli Şuşada, Xankəndində, Xocalıda, digər rayonlarımızda əbədi ucalda bildik. Bu şəhidlər insanları, torpağımızın övladlarını birliyə çağırırlar, vətənpərvərliyə çağırırlar və hər bir insan Şəhidlər Xiyabanını gəzib dolanırlar. Şəhidlərimizi yad eləyəndə fikirləşir ki, Azərbaycanın bugünkü müstəqilliyi yolunda onların misilsiz rolları olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz azadlığımızı Azərbaycanın azadlığı, müstəqilliyi yolunda öz şirin canlarından keçən şəhidlərimizin sayəsində qazanmışıq. Bütün şəhidlərimizə Allah rəhmət eləsin. Təşəkkür edirik, çox sağ olun. Bəli, gördüyünüz kimi böyük bir izdiham var burada. Naxçıvan şəhərindən, ayrı-ayrı rayonlardan, kəndlərdən insanlar dəstə-dəstə axışaraq gəlib burada şəhidlərimizə öz dərin ehtiramlarını bildirirlər. Bir daha bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, yaxınlarına başsağlığı verir və bütün qazilərimizə möhkəm cansağlığı arzu edirik.